Salam əziz tələbələr, bugünkü mövzumuz modal feillərdir. Modal feillər necə işlənir, nə ilə işlənir, biz bunu işləyərkən nələrə diqqət eləməliyik, gəlin onlardan danışaq. Əslində modal feillər ingilis dilindəki ən asan mövzulardan biridir. Başlayaq. Deməli, bizim modal feillərimiz hansılardır? Birinci can. Can'ın keçmiş zamanı could'dur. Bilmək, bacarmaq mənasını verir. May. May'in keçmiş zamanı might'dir. Bu da bilmək, bacarmaq mənasını verir. Daha çox icazə mənasında istifadə olunur. Must, malı, məli deməkdir. Bir şeyi vacibliyini vurğulamaq üçün istifadə olunur. Must'ın zamanlarını düzəltmək üçün biz aşağıdakı onun formalarından istifadə edirik. Have to, onun üçüncü şəxs forması has to və bunların keçmiş zaman forması had to-dan istifadə olunur. Yəni, bunlar da həmçinin malı, məli deməkdir. Sonra, should. Should bir şeyin must'dan daha az vacibliyini vurğulayır. Gərək bu olay, gərək bunu edəsən. Onun sinonimi isə ought to ifadəsidir. Yəni, bir-birinin sinonimidir. Sonra, can'ın keçmiş zamanı dedim could'dur. Can'ın digər formalarını, zamanlarını düzəltmək üçün to be able to ifadəsindən istifadə olunur. To be nə demək idi? Bunun formalarını qoyuruq. Yəni, məsəl üçün, bura əmizar, was, were, will, shall bunları istifadə edə bilərik. Məsəl üçün, I am able to, you are able to. Ancaq bir dənə yadınızda qalsın, will, shall, would, should bunları qoyanda bunlarla able arasında bir dənə də be yazmaq lazımdır. Yəni, be olmasa testlərdə səhv olaraq çıxacaqdır. Will be able to olacaqdır. İndi biz testləri tapanda əsas diqqət eləməli olduğumuz məqam nədir? Bunların to ilə işlənib işləməməsidir. Yəni, can'dir, could'dur, may, must, might və should. Bunlar to ilə işlənmirlər. Nöqtələrdən sonra verilən cümlədə nöqtələrdən sonra to görsəz və yaxud variantlarda bunların yanında to görsəz, avtomatik səhv götürəsiniz. Yəni, belə bir şey ola bilməz. Can to, might to bunlar səhv ifadələr sayılacaqdır. Amma have-dən sonra to gəlməlidir, has-dən sonra to, had-dən sonra to, ought-dan sonra to və able-dan sonra, to be able to-dan sonra nə gəlməlidir? Mütləq to gəlməlidir. Bunları da belə işarələyim. Deməli, bir burada var to, bir burada var, burada və burada. Ancaq bunlar to ilə işlənən ifadələrdir. Sonra, başqa nə deyə bilərik buradan? Modal feillər uşaqlar, yadınızda qalsın, mütləq hamısına aiddir bu qayda. Modal feillərdən sonra modal feillərdən sonra üstə gələk feilin birinci forması gəlməlidir. V1 forması gəlməlidir. Gəlin, buradakı nümunələrə baxaq. Məsəl üçün, I have to, indi burada have to ilə yazılmış bir cümlədir. Write, yəni mən yazmalıyam. Have to indiki zamandadır. He has to write, yenə V1 formadadır. Burada üçüncü şəxs verdiyimizə görə have has-ə keçir artıq. Yenə indiki zamanda. Amma biz burada bunların keçmiş zamanını yazsaq, onda olur had to. Onda şəxsin fərqi yoxdur. He, she, it, I, you, we, they. Hamısında had olacaqdır keçmiş zamanda. Bu da olur keçmiş zaman. Yenə də feilin birinci formasından istifadə olunur. Deməli, ümumiyyətcə modal feillərdən sonra feilin birinci formasından istifadə olundu. Bu belə. Görün, burada başqa nə var? Bayaq dediyim able to söhbətinə aid yazmışam bunda. Deməli, I was able, məsəl üçün keçmiş zamanda yazmışam, to, sonra da əsas feilim yenə V1 formada. Will-dən sonra araya nə qoymuşam? Be qoymuşam, sonra able, sonra to, sonra yenə nə? Go birinci formada. Yəni, bu göstərir ki, modal feillərdən sonra feil birinci formada gəlməlidir. Uşaqlar, yadda qalsın, modal feillərdən sonra mütləq və mütləq əsas feil gəlməlidir. Əsas feil gəlməsə, yəni bu səhvdir. İndi bunu nəyə görə deyirəm? Bizim bu modal feillərdən başqa bir dənə də modal feilimiz var.
O da needdir. Bir dənə boş yer tapım. Deməli, bura yazıram əsas feil kimi. Bura yazıram modal feil kimi. Söhbət də needdən gedir. Deməli, need əsas feil kimi olanda needdən sonra gələ bilər isim. Əsas feil kimi olanda. Sonra needdən sonra gələ bilər başqa bir əsas feil. Amma əgər başqa bir əsas feil gəlibsə, arasında mütləq nə olmalıdır? To. Deməli, needdən sonra to gördüksə, bu o deməkdir ki, need əsas feildir. Needdən sonra isim gördük. O deməkdir ki, need əsas feildir. Sonra, əsas feillərin sualı, inkarı özü ilə düzəlmir. Deməli, biz harda ki görsək ki, məsəl üçün yazıb ki, don't need. Deməli, bu don't varsa, needin özü ilə düzəlməmiş sayılır sualı. Sual inkarı özü ilə düzəlmirsə, yenə əsas feildir. İndi modal feil kimi funksiyalar nədir bəs? Sual inkarı özü ilə düzəlir. Yəni, needn't deyə bir şey görsəz, deməli bu modal feildir. Modal feil kimi needdən sonra to işlənirdi. Xeyr, əsas feil kimi işlənirdi. Onda harda needn't to ifadəsi görsəz, belə bir ifadə yoxdur. Deməli, səhvdir. Need modal feildirsə, sual inkarı özü ilə düzəlibsə, to ilə işlənilməz. Ümumiyyətcə, modal feil needdən sonra to gəlmir. Bu onun əsas fərqidir. Yəni, belə qarışıq testlər salacaqlar, ona görə çaşmamaq üçün bunları yadda saxlayırıq. Sonra, bayaq yazmışdım ki, modal feillərdən sonra mütləq əsas feil gəlməlidir. Mütləq əsas feil gəlməlidir. Amma burada needdən sonra isim gələ bilərdi. Amma modal feil olsa, özündən sonra isim olmaz. İsim gördük, deməli əsas feildir. Yaxşı, bu qədər. Və qoy bunu da deyim, yaddan çıxmamış. Modal feillərin hamısının sual inkarı özü ilə düzəlir. İstisna have, has, had to'ların sual inkarı özü ilə düzəlmir. Bunlarda yadda qalsın testlərdə have to, have ilə to heç vaxt ayrılmaz, has ilə to ayrılmaz, had ilə to ayrılmaz. Yəni bunların arasında başqa bir söz girə bilməz. Və yaxud sualda inkarda had qabağa keçsin, to qıraqda qalsın, belə bir şey ola bilməz. Bunların sual inkarı özü ilə düzəlmir deyə biz bu ifadələri mübtədədən qabaqda görə bilmərik. İndi nə demək istəyirəm, gəlin onu deyək. Bura yazmışam have to, I have to write. Mən yazmalıyam, elə. Gəlin indi bunu deyək ki, mən yazmamalıyam. I haven't to yaza bilmərəm. Dedim, sual inkarı özlə düzəlmir. Onda yazaram I don't have to write. Deməli, bunu nələdim? İnkarını köməkçi feillə düzəltdim. Laf sualını verək. Do I have to write? Deməli, sual inkarda neylədi? Do dazla düzəldi. Didlə versəydik, daha doğrusu hadlə versəydik, onda da didlə verərdik sualını. Məsəl üçün, did we ya da he. Biz did qoyanda feil lisansi formaya qayıdırdı, birə qayıdırdı. Had da olur have. Have to yenə write. Yəni, bu deməkdir ki, uşaqlar, siz testdə, variantlarda haven't to, sonra hasn't to, hadn't to və yaxud have I to, məsəl üçündür, bayaqki cümləni yazırıq yenə, yazmalıyam söhbətini. Bu tip görsəz sual cümləsi, məsəl üçün, have qabağa keçmiş mübtədədən səhv götürürəm. Haven't to deyə bir şey görsəm, səhv götürürəm. Hasn't to, hadn't to görsəm, səhv götürürəm. Yəni, belə bir ifadələr yoxdur. Yadda qalsın, sual inkarı dudazla və didlə düzəlir. Özü ilə düzəlmir. Bu da oldu bizim modal feillərimiz. Gəlin də bir neçə testin üstünə baxaq, daha yaxşı yadımızda qalsın. İndi məsəl üçün, baxıram burada nəyə? Nöqtələrdən sonra to yoxdur.
Biz dedik to ilə işlənənlər hansılar idi? Ought idi, to yoxdur. Yadda qalsın, to ilə işlənənlərin ya to variantda yanında olmalıdır, ya da nöqtələrdən sonra olmalıdır. Yoxdursa səhvdir. Have-ın to'su yoxdur, səhvdir. Ought-un to'su yoxdur, səhvdir. Qaldım bunların arasında. İndi biz belə variantlar arasında qalanda bizim bir neçə eləməli olduğumuz şey var. Biz bu cümləni tərcümə ilə də eləyə bilərik. Ya da bayaqları mən orada zamanları vurğulamışdım. Bax burada demişdim ki, keçmiş zamanda olan bir kud idi. Keçmiş zamanda olan kud idi. Sonra might idi, had to idi. Bir də was able to falan belə bir şeylər keçmiş zamanda gəlsə, bunlar da keçmişdi. 4 dənə bunlar ancaq keçmiş zamandadır. Yerdə qalan hamısı indiki zamandadır. İndi bunu bildiksə, biz baxırıq. Əgər qalan variantlarımızın hamısı eyni zamandadırsa, bizim eləyə biləcəyimiz çox sayda bir püf nöqtə var burada. 2 təsdiq, 1 inkar. Yəni nədən tək qalırsa odur cavab. Burada 2 inkar, 1 təsdiq olsaydı yenə o idi. 3 təsdiq, 1 inkar qalsa yenə inkar. 3 inkar, 1 təsdiq, o təsdiqdir cavab. Çünki ortalama azdan çoxdan bunlar bir-birinin sinonimidir deyə. Ona görə yəni biz ikisində bunlardan birini seçsək, o birisini də seçmiş sayılırıq. Məsəl üçün deyirəm ki, mən kitabxanada yüksək səslə danışmalıyam, danışam gərək. Nə fərqi var? İkisi də eyni şeydir. Amma nə etməməliyəm? Danışmamalıyam. Çünki nədir? Qadağandır. Ona görə cavabım C variantı olur. Yəni iki şeydən ikisi birdir, biri təkdir. Yerdə qalan tək cavab olur. Baxaq bura. Nöqtələrdən sonra to yoxdur. Bayaq dedim ki, have, has, had, to-nun inkarı və sualı öz ilə düzəlmir. Haven't, hadn't belə bir şey yoxdur. Ona görə A səhvdir. Burada haven't, bax görürsüz inkarını düz düzəldibdir, didn't-dan düzəldib. Amma have'ın to'su yoxdur. Səhvdir. Was able. Able'ın nəyi yoxdur yenə? Able'dan sonra mütləq to gəlməlidir. To'su yoxdur, səhvdir. Qaldım ikisinin arasında. Biri indiki zaman, biri keçmiş zaman. Onda nə edərəm? Cümləmin zamanına baxaram. Görüm zaman hansındadır. Baxaq. Burada bağlayıcı var. Bu tərəf keçmişdir. Bağlayıcı keçmiş uzlaşdırar. Kodda dediyim kimi keçmiş zamanda deyə cavabım onsuz Y variantı olar. Sonra başqa nə sual var? Baxaq. To yoxdur. Ought-un to'su yoxdur. Yerdə qalan hamısı indiki zamandadır, fikir verirsiniz. Təsdiq, inkar. Cavabım inkardır. Başa düşdük. Tərcümə eləsəz yenə də eyni nəticə çıxır. Sugar is bad for you. Şəkər sənin üçün pisdir. Pisdirsə sən çoxlu şirin, yəni şirniyyat, kek, tort yeməlisən, yoxsa yeməməlisən. Sənin üçün pisdirsə əlbəttə ki, yeməməlisən. Yəni inkar verməliyəm mən burada. Ona görə cavabım da elə doğru çıxdı. İndi başqa bir tip suala baxın. Deməli, but var olanda biz bilirik ki, but'ın bir tərəfi təsdiq, bir tərəfi inkar olur. Bu bizim bir ipucumuz. Baxıram, bu yüz təsdiqdir, bu yüz inkar olmalıdır. Buradan bir dənə təsdiqi silirəm, qalır inkarların arasında. Hadn't to deyə bir şey dedim ki, yoxdur. Able'ın to'su yoxdur. Bir can't, bir couldn't arasında qalıram. Yenə zamana baxıram. Yəni, iki dənə fərqli zamanda oxşar şeylər qalanda o zamana da baxmaq lazımdır. Tried keçmiş zamanda, deyirə cavabım da keçmiş zamanda olur. Bu görün başqa tip nə var buralarda. Baxaq buna. Burada to var. Baxın, nöqtələrdən sonra to gəlibdir. Able'dan sonra to işlənməlidir. Able'dan sonra to işlənməlidir, düzdür. May'dən sonra to gəlməzdi. C variantını silirəm. Can'dən sonra to gəlməzdi. Y variantını silirəm. İndi qaldım bu variantların arasında. Want demişdim ki, will not'un qısaltması. Yəni, üst variantım qaldı, üstə gələcəkdir. Amma biz gələcəkdə istisna bir şey demişdik. Nə idi o? Gələcək zamanda dedim ki, will'dən sonra be də gəlməlidir mütləq. Will be able to olmalıdır. İndi bunu bildiksə əgər, deməli, won't, will not, yəni be'si yoxdur, səhvdir. Will, be'si yoxdur, səhvdir. Baxaq, will not be able to'su da buradadır. Yəni cavabım nə olur yenə? A variantı. Yəni burada çox da çətin bir şey yoxdur. Bu məsəl üçün bu sual daha asandır. To gördük. To ilə may'dir, can'dir, must'dır, şudur. Bunlar heç bir to ilə işlənmir.
Cavabım bu. İndi bir damcı bayaq izah elədiyim need-in çətin tərəfini göstərim sizə. Çətin deyil əslində, sadəcə dediyim qaydanı yadda saxlamaq lazımdır. Qayda nə idi? Modal fe'l need-dən sonra to işlənmir, sual inkarı özü ilə düzəlir, özündən sonra mütləq əsas fe'l gəlməlidir. Bu need modal fe'l kimi olanda qaydasıdır. İndi gələk. Birinci testdə bizdən istəyir nəyi? Modal fe'li. Şərtə də diqqət eləmək lazımdır. Bəzən sadəcə choose the correct variant istəyir. Baxın buradakı kimi. Onda biz modal və yaxud əsas fe'l olsun fərq eləmir. Sadəcə correct variant seçməliyik. Amma burada isə sırf correct modal fe'l istəyir bizdən. Yəni düzgün əsas fe'l olan variant olacaqdır, amma bizə modal olan variant lazımdır. Gəlin baxaq. Needn't.